Marketdən gəlib qəşəngcə yorğunluqla yeyib enerjimi yığdım. Bu arada qulaqlarım da batıb, burnum tutulub, səs tamamen kişi səsidir. Yenə deyirəm, yola verərsiniz. İnanmıram ki, bir də səs yazısı ilə nə vaxtsa video düzəldərəm. Bugün bütün gün ağlımda o idi deyə elədim. Keçdim salatımı düzəltməyə, qəşəng kökümü, kartofumu, nə bilim, hər şeyi qaynatdıqdan sonra doğradım halqa. Sonra Nəsir Daysirin gözündən keçirdim. Çox gözəl salat alınır. Nəsir Daysir hamısını eyni bərabərlikdə doğrayır deyə çox gözəl alınır. Bu arada mən yumurtanın sarısını vurmuram salata. Çünki yumurtanın sarısı salatın rengini boğur, sarı rəngi eləyir deyə gölçək görünmür. Mənim salatım həmişə gölçək olur. Çünki sarısını istifadə eləmirəm deyə qəşəng çıxır. Bu arada bizdə hamı salatı çox sevir. Sabahtan yenə deyirəm, ad günü olduğu üçün bizdə çox adam olacaq. Ona görə də qəşəng hazırlıq gedib. 5 dənə hündürşka təmizləyib mama, 3 dənə qazdı. Sabaha kebab olacaq, dolma olacaq, salat olacaq, aş olacaq, çığırtma olacaq. İnşallah maraqlı gün olacaq. Əzizlərimiz, doğmalarımız da ətrafımızda olacaq Allahın izni ilə. Bir də onu deyim ki, səsim kişi səsi kimi çıxdığı üçün bəyənmirəm. Həm də ki, hazırlıqsız elə bir dəfəyə yazıram da bu səslərdə. Məndən soruşdunuz ki, bir də səslə video düzəldərsən, zənnimcə yox cavabı verəcəm. Çünki inanmıram ki, səslə bir də video düzəldəm. Çox gülməli alındığını bilirəm, amma paylaşacağım. Sizdən də gözəl rəylər gözləyəcəm. Mən axı sevirəm qəşəng rəylər almağı. Amma pis rəylərə də açığam, narahat olmuyor. Qəşəngcə dolmamı da bükdüm. Baxmayın ki, burada tək görünürəm, amma arxa fonda mama ilə gəlin də bükürdü. Allah köməkləri olsun. Qəşəngcə tezcə bükdük, yığdıq, amma pişməyi sabah bişirəcəyik inşallah. Hazır qaldı, amma salatı hazırladıq. Bu arada özümü ihmal etmirəm. Tortu hələ hazırlamamışıq, amma kökələrin bişirmişik. Onun ucları ilə qıraqlarından da qəşəngcə batırıb qaymağına çayla yedim. Çox qəşəng qalmışdı, elə tortda da verirdi. Dolmanı da yıxdım qazana, inşallah qaldı bişməsə. İnanıram ki, sabah çox gözəl gün olacaq. Sizi sevirəm, sizə dəyər verirəm. İnşallah ki, siz də gözəl qiymətləndirəsiniz. Salatımız da hazır oldu. Bu qədər. Sağ olun, salamat qalın.